o ağaca parça bağlab, bura nə bilim mən otur uşaq olmayanlar bu daşın üstə otursun filan. Bu xurafatdır. Bunların heç bir məntiqi əsası yoxdur. Din də bu simada tanınmamalıdır. Heç şübhəsiz və bunu da açıq şəkildə tənqid olunmalıdır. Açıq şəkildə. Bunu biz etməliyik ki, bu xurafatların, bu yanaşmanın dinə heç bir aidiyyəti yoxdur. Bunlar hamısı öz yerində, amma bu bir dənə görüntü gəlir, başlayır zehniyyəti qarışdıranlar ki, ziyarətlər belə filan, söz də yapışır o məqamda, bilirsiniz? Ha, bizi bu geri saldı filan, biz bu pirlərə, axı sənin pirlə nə işiniz? Pir ziyarətinin özünü sual altında nə yaparsan? Biri Quranla fala baxır, indi Qurandan imtina eləyək. Biri ziyarətgahdan su istifadə edir, bir ziyarətgahın özünü inkar etməyək. Mən bunu yorulmadan demişəm, pir mövzusu o qədər önəmli mövzudur ki, mən istənilən insana bunu sübut edirəm ki, Allah Kəbəsinin qırağında pir yaradıb, pir. Peyğəmbərlərin qəbri İcri İsmailin içindədir. Başdan ayağa övliyaların ayaq izi ilə getməkdə həc. Səfa Mərvə dağ arasında niyə gedirsən? Bir övliya gedib orada. İbrahim Peyğəmbər ayağını qoyub, iz qalıb, deyir, get namazı orada qıl. Bundan artıq dəlil nə istəyirsən ki, deyir, onun ayaq izi olan yerdə namaz qıl. Deyir, qışqırda şirk. Ayaq izinin arxasında niyə? Mən Allaha ibadət edirəm. Mən pirdə niyə ibadət eləməliyəm? Qəbrin yanında, Kəbənin qırağı bütün qəbirdir, məzardır. Və əsrlər boyu xalqımızı radikallıqdan sığortalayan bir dəyərə bugün əl uzadanlar bilmir ki, nə böyük təhlükəli iş görür. Bax, Suriyada da, digər ölkələrdə də bundan başladılar. Belə şeylərdən. Çünki bunları dindən götürəndə din qalmır ortada, sərt ehkamçılıq qalır. O ehkamçılığın nəticəsi də bu fəsadlar olur. Bizim xalqımızın inancı ona görə dəyərlidir, ona görə biz bu qədər mərhəmətli olmuşuq, hamıya dözümlü olmuşuq ki, bizim inancımızda övliyalara sayğı olub. Onların məzarına getmək özü bir mərhəmət hissidir, sayğı göstərməkdir, insanı dəyərləndirməkdir. Biri gedir, birinin başına dolanırsa, yəni onu özündən dəyərli bir, bu təvazökarlıq hissidir. Bu hissi xalqdan almayaq. 5 nəfər adam səhv eləyib, səhvini başa salaq. Anladaq ki, səhv eləmirsən, düzü budur. Özünü niyə görə sual altına alırsan? Gətirir, məsələn, 5-10 dənə kadr qoyur, başını yarıblar. Məqsədli şəkildə də biz bir vaxt baxırdıq, əzadarlıq İmam Hüseyin verəndə bu şəkillər çıxır, qan içində olan adamlar. Mən bunu məqsədli kim eləyir, necə eləyir ki onu? Bunu da eləyənlər də var da, təəssüf ki, bizim içimizdən. Eləyənlər var, onlar da orada yerləşdirilir. Sonra başlayır ki, mənim cəmaat kosmosa gedir filan, biz ağlaşırıq, başa düşmür ki, bunun arxasında dərin fəlsəfə yatır. Bu 5 nəfər adamın oturub orada zarımağı deyil. Oturaq elmi mübahisə eləyək, bəhs eləyək, danışaq, mən sübut eləyim ki, ən mütərəqqi dəyərlərdən biri İmam Hüseyin əzadarlığıdır. Əzadarlıq düz edilərsə, inkişafa nəinki mane olmaz, inkişafa təkan verər. Bunu mən əsaslandırmağa istənilən səviyyədə hazıram. Bu əzadarlığın o qədər müsbət təsiri var. Bu mərhəmət gözyaşları, bu ziyarətlər bu xalqın immunitetini qoruyub saxlayıb, milli kimliyini qoruyub saxlayıb, dini şəxsiyyətini qoruyub saxlayıb. Və bundan da sonra qoruyacaq, bu toxunulmazdır. Müzakirə oluna bilər amma. Toxunulmaz da o anlamda yox, müzakirəyə açıqdır. Toxunulmaz da o mənada ki, təhqir edilməməlidir, həqarət edilməməlidir. Xurafatla inancın sərhəddi dəqiq cızılmalıdır. 2 başlı, 3 başlı sözlərdən istifadə olunmamalıdır. Dəqiq ifadə olunmalıdır minbərlərdən də, mətbuatda da hər bir şəkildə bu deyilməlidir. O ateistlərin tənqid elədiyi din var, onu mən də tənqid edirəm. Bax, sənə kim dedi ki, din budur ki, sonra sən onu tənqid eləsin? Sənin din budur ki, deyirsən, sonra onu tənqid edirsən. Orada saxla, deyim ki, din bu deyil, axı sənin tənqid elədindir. Bəzilərinin də marağında din elə o olsun ki, tənqid edilir, çörəyə ondan çıxır. Hoşuna gəlir ki, elə din bu olsun. Və görəndə ki, kimsə o stereotipi dağıdır, ondan düşmən olur. Ondan düşmən olur. Bu çünki xoşlayır ki, o xurafatçılıq olsun, din bu şəkildə görünsün.